Qadınlarımızın sağlam ata modeli o qədər azdır ki, kişi modeli nədir qadının? Ata. O normal, yaxşı həyat yoldaşı görəndə onunla necə davranacağını bilmir. Çünki onun beynində bunu hamıya aid etmirəm. Hər dəfə insanları istisna deməyə məcbur etmir. Bunu problemi deyirəm. Qadının ata modeli var, bir dənə qəzəbli və ya yoxdur, gedib, məsuliyyətsiz. Bir dənə belə, gəlir, belə qaşqabaqlı, dalaşır, eləyir, belə, hamı mil durur, belə. Bu, indi gəlib ailə qurub, bir dənə yaxşı oğlanla. Mehriban, qayğıkeş, sevgi dolu, nə bilim, məsuliyyətli. Ona qəribə gəlir. Ona qəribə gəlir. Başlayır onu incitməyə. Çünki bilmir axı, belə kişi görməyib, belə kişi modeli təsəvvüründə yoxdur, cəmiyyətdə də yoxdur axı. Çox azdır. Nəzakətli, nəzakətli, sevgili, ata, əzizim, biz gülərik, biz biri arvadına əzizim, buyur, burada otur desə, biz deyirik, ilahi, bu nədir? Çünki biz tərbiyəsizliyə sevgi, sayğı göstəririk. Belə qaşqabaqlı olsun desin, belə hərəkət eləsin, biz ona sayıq, kişi odur. Amma nəzakət, centilmenlik bizə kişilik kimi gəlmir də, çünki görməmişik də, yazışacağımız bu sarıda görmüşük. Az, tək-tük, atalar uşaqlarına sahib çıxanda biz alqışlayırıq, sevinirik. Bu da valideyndir də. Valideyn deyil, Hüseyin deyir, uşaqlarına elə yaxşı baxır, elə yaxşı atadır, arvadından ayrıldı, uşaqlarına özü baxır, elə yaxşı və ya həyat yoldaşını itirdi, elə gözəl, biz az qalırıq onu belə bütləşdirək, bir dənə onun heykəlini qoyaq, deyək, necə gözəl ata. Çünki görməmişik, modelimiz, öyrənəyimiz azdır. Qızlarımız da bunu görmədiyi üçün yaxşı oğlan qabağına çıxanda onu başlayır incitməyə, sui-istifadə eləməyə.